Salam, hər vaxtınız xeyir olsun. Bu günlərim mən sizə Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib povestinin izahını təqdim edəcəm. Gəlin əvvəlcə baxaq görək povest nədir? Povest hekayədən böyük, romandan kiçik bir janrdır. Buradakı hadisələr çox şaxəli olur, obrazların sayı çox olur, geniş bir zaman dilimini əhatə eləyir. Amma dediyim kimi romandan kiçik olur, hekayədən böyük olur. Ancaq nəsrlə yazılır. Mirzə Fətəli Axundzadə Aldanmış Kəvakib povesti ilə ədəbiyyatımızda ilkə imza atır ki, ilk dəfə povest janrı istifadə olunmağa başlayır. Gəlin baxaq görək nədir? Aldanmış Kəvakib. Yəni mənası nədir? Aldanmış ulduzlar deməkdir. Kəvakib sözünün mənası ulduz deməkdir. Baharın əvvəli idi. Novruzdan 3 gün keçmişdi. Şah Abbas günortadan 3 saat keçmiş, qəsrdə öz arvadı Səlimə xatun ilə oturub söhbətə məşğul idi ki, Xacəbaşı, Xacə Mübarək içəri girib baş əyərək ərz elədi ki, Nəcimbaşı Mirzə Sədrəddin Qiblə-i aləmi ziyarətinə müşərrəf olmaq istəyir, bir vacib işdən ötürü. Deməli, hadisələr nə vaxt baş verir? Novruzdan 3 gün keçmiş. Bunlar hamısı əsas yerlərdir. Bunları qeyd edirsiniz. Novruzdan 3 gün keçmiş. Şah Abbas öz arvadı Səlimə xatun oturub söhbət edir. Bu vaxt Xacəbaşı Xacə Mübarək içəri daxil olur. Xacəbaşı Xacə Mübarək kimdir? Qapının ağzında duran qapıçıdır. Deməli, Mirzə Sədrəddin özü içəri girmir. Birinci Xacəbaşına deyir ki, bəs vacib işdən ötrü Şah Abbası görməliyəm. O da gəlib icazə istəyir. Aha, Şah Səlimə xatuna işarə etdi ki, hərəmxanaya getsin və Xacəyə buyurdu ki, Mirzə Sədrəddini çağırın gəlsin. Münəccimbaşı şahın hüzuruna daxil olub, baş əydikdən sonra əl üstə qabaqda durub dua və səna etdi. Şah soruşdu ki, Mirzə, nə var? Münəccimbaşı ərz elədi ki, Qiblə-i aləm sağ olsun. Kəvakib seyrində belə məlumdur ki, Novruzdan 15 gün keçmiş, Mərrixin əqrəblə toqquşması nəticəsində şərqdə, xüsusilə İran mülkündə bir səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Deməli, nə xəbər gətirir? Qara xəbər gətirir. Xəbər gətirir ki, bu kimdir? Münəccimbaşıdır. Münəccimbaşı kimdir? Ulduzlardan xəbər bilən adamlar deyirlər də. Yəni ki, ulduzlardan hadisələri izləyən, ona münəccimbaşı deyirlər. Bir növ siz kim? İndiki dövrdə ulduz xəritəsi tərtib edirlər. Yəni ulduzlara görə kimin başına nə hadisə gələcəkdir, bunu təyin edən insanlar var. Bax onlardandır. Deməli, münəccimbaşı gətirib xəbər verir ki, bəs Novruzdan 15 gün keçəndən sonra Mərrixin əqrəb ilə toqquşması nəticəsində şərqdə, xüsusilə də İran səltənətində hansısa bir səltənət sahibinə sədəmə, yəni xəta yetişəcəkdir. Deməli, nə vaxt Novruzdan 15 gün keçmiş. İndi neçə gün keçib? 3 gün keçib. Deməli, bunların neçə günü var? 12 gün vaxtı var ki, bu xətanı üzərlərindən dəf eləyə bilsinlər. Aha, buna görə də şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün bunu hadisə başlamazdan əvvəl xəbər verməyi özümə borc bildim. Deməli, neynir? Özünə də bir pay çıxardır. Deyir ki, mən özünü şaha necə təqdim edir? Deyir, mən sənin sədaqətli və fədakar bəndənəm və buna görə də bu hadisə baş verməzdən əvvəl gəlib sənə xəbər verirəm ki, özünə bir tədbir qır, başqa bir əncam qıl. Şah bu vaxt çox cavan idi. Ömründən ancaq 22 il keçmişdi. Deməli, nə qədər keçir? 22 il keçib ömründən. Məlumdur ki, bu yaşda həyat necə şirin və əzizdir. Xüsusən yüksək bir mənsəbdə və səltənəti taxtının üstündə olanlar üçün. Deməli, necə? Bir növ müəllif Şah Abbasın qorxusunun səbəbini məqbul görür. Məqbulluğunun da səbəbi necə izah edir? Deyir, bir yaşı az idi, 22 yaşı var idi. Həm bu yaşda olan insanlar üçün həyat çox şirindir. İkinci bir tərəfdən isə onun yaxşı bir vəzifəsi var da, mənsəb sahibidir, səltənət sahibidir. Elələri üçün vəbşə ölüm ən qaçılmaz, ən təhlükəli, ən qorxulu bir hadisədir. Aha, bu səbəbdən Münəccimbaşının xəbəri cavan şahı qorxuya saldı. Deməli, neynir? Qorxur. Haman saat rəngi qaçıb, güya ki, bihuş oldu. Bir dəqiqədən sonra başını qaldırıb Mirzə Sədrəddinə buyurdu ki, xub, mürəxxəssən, get. Münəccimbaşı baş əyib qayıtdı. Şah yalqız qəsrdə yarım saat fikrə getdi. Sonra Xacə Mübarəki səslədi. Xacə hüzura daxil olduqda buyurdu ki, aya, sizin rəyinizə görə, yox, deyir ki, buyurdu ki, fərraş göndər bu saat vəzir Mirzə Möhsünü. Deməli, bax, bunlara diqqətlə baxırıq. Kimləri çağırır? Fərraş göndər. Özün get demir, ha, fərraş göndər deyir. Özü getmir onsuz da fərraş göndər. Fərraş kim? Yəni, bax, o 56 adamlar da fərraş göndər. Bu saat vəzir Mirzə Möhsün. Vəzir kimdir? Mirzə Möhsündür. Sərdar Zamanxan, Müstəfi Mirzə Yəhya və Mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın.
Xaricə çıxıb bir az vaxtdan sonra çağırılan şəxslər gəldilər və baş əyib şahın buyruğunu gözlədilər. Şah münəccimbaşının dediklərini onlara çatdırdıqdan sonra buyurdu ki, aya, sizin rəyinizə görə mən nə qisim tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm. Deməli, Şah Abbas bu sarayın sayılıb seçilən adamlarını başına yığır və bu bəlanı dəf etmək üçün bir tədbir axtarır, onlardan tədbir soruşur. Məclisdəkilərin hamısı heyrət içində qaldı. Bir dəqiqə sükutdan sonra Mirzə Möhsün, vəzir Mirzə Möhsün başladı danışmağa. Deməli, ən birinci danışan kim olur? Vəzir Mirzə Möhsün olur. Aha. Əlbəttə, şahın xatirindədir ki, böyük və hörmətli atanızın padişahlıq vaxtlarında bir para ağıldan kəm şəxslərin vəzirlik vəzifəsinə başlaması səbəbindən dövlətin xəzinəsi nə qədər boşalmışdı. Aha, deməli nəticə gəlir bunun danışığına. Gəlin birinci danışığı oxuyum, ondan sonra xırdalayım. Aha. Bu əhvalatdan xəbərdar olduqda mən tədbirə başladım. Qərar qoydum ki, Şah Abbasın nökərlərindən hər kəs bir vəzifəyə və ya vilayətin hökmünə mənsub olsa, gücü çatdığı qədər tutduğu vəzifəyə görə müəyyən miqdarda pul bəxşiş olaraq xəzinəyə təslim etsin. Və əlavə nə zaman ki, qiblə aləm bir əmrin evini öz gəlişi ilə mübarək etsə, ev sahibi onun ayağının altına qumaş parçalar sərsın və bir qədər pul bağışlasın. Bu növ tədbirin vasitəsilə dövlət xəzinəsi şükür olsun ki, Allaha ki, pul ilə doldu. Vəzirlik işlərinin irəli getməsində kiçik bəndəniz tərəfindən təcrübəsizlik təsəvvür edilməz. Amma ulduzların müqabilində tədbir göstərməyə həqiqətən acizəm. Deməli, nə deyir? Deyir ki, biz bunun danışığından nələrə şahid oluruq? Biz bunun danışığından gözəl rüşvətxorluğun necə də inkişaf etdiyini görürük. Aha. Birinci onu öyrənirik ki, vəzir Mirzə Möhsün həm Şah Abbasın vəziri olub, həm də onun atasının vəziri olub. Deməli, onun dövründən gəlib çıxıbdır. Bir, bunu öyrəndik. İki, onu öyrənirik ki, bunun vəzirlik etdiyi dövrdə, atasının hökmdar olduğu dövrdə xəzinədə boşalmalar olubdur. Yəni, xəzinə tamamilə bitmiş vəziyyətdə olubdur. Aha, üçüncü də bunun tədbirini görürük. Bunun tədbiri nədir? Bunun tədbiri deyir ki, bax, xəzinə deyir boşalıbdır. Bəs xəzinənin boşalmasının səbəbi nə idi görür? Ağıldan kəm vəzirlərin vəzifəsinin düzgün yerinə yetirilməsində görür ki, onlar ağıldan kəm olublar, mənim kimi olmayıblar, vəzifələrini düzgün yerinə yetirə bilməyiblər. Aha, bəs tədbir nə? Tədbiri odur ki, deyir ki, Şah Abbas, əgər Şah Abbas nəymiş? Şah kimisə qapısına gedirdisə, ona bəxşiş verməlidir. Əgər ki, hansısa bir şəxs işə düzəlirdisə, ona bir növ şirinlik verməlidir. Qapısına gələnlər üçün ona deyir, xəzinəsindən pul verməli idi, qırqızıl verməli idi, bəxşiş verməli idi. Bir növ nə edir? Rüşvətxorluğu təbliğ edibdir, bir sinəsinə döyə-döyə danışır, güya ki, yönlü iş görübdür. Aha, bu sədaqətli nökəriniz deyir ki, mən yəni vəzirlik işlərini bilirəm, yəni mənim vəzirlik işlərində nəsə bir səhv eləmək kimi bir şansım yoxdur, eləmərəm də. Amma bu ulduzların çarəsinin qarşısında deyir, mən acizəm də, yəni çünki bilmirəm. Bir növ dedi ki, mən bunu bilmirəm. İkinci başlayır Sərdar Zamanxan. Nə deyir? Deyir ki, bu sədaqətli nökəriniz, saqqalımın tükünü ali və yüksək dövlətimizin xidmətinə sədaqət və hünərlə artmışam. Aha, girişə bax. Yəni deyir ki, mən sizə sadiq olmuşam, həmişə də yaxşı işlər görmüşəm, bu yolda da dövlətimiz uğrunda da saç-saqqal ağartmışam. Məsələn, 10 il bundan qabaq Osmanlı tayfası Bəkir Paşa Dəmirçioğlunun sərkərdəliyi altında 71 nəfərə yaxın qoşunla İran torpağına hücum etməyə qəti qərar vermişdi. Nə vaxt? 10 il bundan qabaq. Yəni, təxminən eləyir Şah Abbasın 12 yaşında. Aha, 10 il bundan qabaq Osmanlı tayfasının başçısı olan Bəkir Paşa Dəmirçioğlunun sərkərdəliyi altında 70 min nəfərə yaxın qoşunla İran torpağına hücum etməyə qəti qərara vermişdi. Qiblə-i aləm böyük və hörmətli atası İran qoşunun sərdarlığını mənə tapşırmışdı. Kim? Şah Abbasın atası. Deməli, Sərdar Zamanxan da onun dövründən gəlib çıxıbdı. Əgər bizim qoşunumuz daha say hesabla Osmanlı tayfasından kəm deyildi. Əgərçi bizim qoşunumuzda say hesabla Osmanlı tayfasından kəm deyildi. Yəni, nə demək istəyir? Yəni, deyir ki, bizim də qoşunumuz onlara bərabər idi. Sual salacaqlar ki, ədəbiyyatdan Sərdar Zamanxan qeyd edir ki, bizim qoşunumuz
Bəkir Paşanın qoşunundan az idi. Bu səhvdir. Deyir ondan az deyildi, elə ona bərabərdir. Ancaq mənim heyfim gəldi ki, mömin və müqəddəs tayfanın qoşununu doğru yoldan azmışların qarşısına tərəf verim. Deməli ki, mömin və müqəddəs və yoldan azmışlar. Deməli, bunlar özlərini mömin və müqəddəs tayfa hesab edirlər, amma onları yoldan azmış hesab edirlər. Çünki burada nə məsələ var? Sünni və şiə məsələsi var. Axı sünnilər şiələri, şiələr də sünniləri qəbul edə bilmir. O məsələyə toxunulub burada ki, onların qarşısında tələf vermək istəmədim. Ona görə də əmr etdim ki, Azərbaycan mülkündə bütün kəndlilərin əkin yerləri xaraba etsinlər. Yenə də kimə təsir elədi bu hadisənin səbəbi? Yazıq kəndlilərə. Deməli, kəndlinin bütün əkin yerləri xaraba olsun. Mal qaralarını qovub gətirsinlər. Körpüləri dağıtsınlar, yolları pozsunlar. Bu yazıqlar və yetimlər neynəsin? Bəkir Paşa sərhədimizə daxil olduğu zaman hərçənd qarşısında bizim qoşundan bir nəfər görmədi. Amma yollar o dərəcədə xarab olmuşdu ki, əsla özü ilə topxana gətirməyə qadir olmayıb, ancaq atlı və piyadası ilə böyük zəhmətlə Təbrizə gəlib çatır. Hər tərəfə dəstə göndərib azuqə toplamağa başladı. Əlinə nə taxıl dənəsi, nə bir öküz, nə də bir qoyun düşdü. Əlacsız qalıb 3 gündən sonra taqətsiz, ac və pərakəndə düşərək köçmək təbrini döydü. 3 gündən sonra Təbrizdən qaçdı. Bu tədbir ilə İran mülkü yod tayfaların hücumundan salamat qaldı. Yolları dağıtmaq, körpüləri yıxmaq hökmdarın o dərəcədə xoşuna gəldi ki, bundan sonra düşmən hücumundan qorunmaq üçün onların bərpasını məsləhət bilmədi. Belə işlərdən sarayımızın qoca iti faydalı tədbir göstərməkdən aciz deyil, amma ulduzların qarşısına almağa heç bir çarə tapa bilmirəm. Deməli, bunu necə bir tədbir görür? Deyir, buna tarixdə yandırılmış torpaq taktikası deyirlər. Yəni ki, torpaqları məhv edib dağıdıb çıxırlar. Düşmən də gələndə heç bir şey tapa bilmir. İndiki kimi deyil, maşınlara getmirdi, tankdan getmirdilər, atla, piyada ilə gedirdilər. Ona görə də bunların heç birisini daşıya bilmədikləri üçün, yollar xarab olduğu üçün, ona görə də məcbur olub geri qayıdırlar. Bu da hökmdarın xoşuna gəlir. Amma burada düşünülməyən bir şey var, o da xalqın vəziyyətidir. Xalqın vəziyyəti heç düşündürmür. Xalqın əlindən əkin yerlərini alır, torpaqlarını alır, heyvanlarını alır və hətta bunun sonradan düzəldilməsinə də ehtiyac görmür. Yenə də olan nə olur? Yazıq kəndli olur. Yəni bunun da tədbirinin heç bir müsbət tərəfi yoxdur. Ən azından bunu eləmişsə, sonra təmir elə də başqa bir şeylər. Bu yoxdur, görmürük bunların heç birisini. Və özünü necə adlandırır? Sarayın qoca iti. Gəlib sual düşəcək ki, Şah Abbas Sərdar Zamanxana qoca it dedi və yaxud da kimsə tərəfindən adlandırılır, müəllif tərəfindən qoca it adlandırılır. Bunların hamısı yanlışdır. Sərdar Zamanxan özü özünə qoca it deyir. Şahın qorxusu çox şiddətləndi. Sonra Müstəfi Mirzə Yahya danışmağa başladı. Kim? Müstəfi Mirzə Yahya, yəni pul məsələlərinə baxan adam. Bəllidir ki, qoşunun o və orta dərəcəli qulluqçuların məvacibi Qiblə-i aləmin fərmanına əsasən və mənim imzam ilə vilayətlərin mədaxilinə verilir. Elə bir ki, indiki maaş paylayan adam var, odur da. Qoşunun və orta dərəcəli qulluqçuların məvacibi, yəni maaşları hökmdarın fərmanı ilə, bir də bunun imzası ilə paylanır. Çünki dövlət xəzinəsinin nəqd pul, necə ki, vəzir söyləmişdi, çatmırdı. Ona görə də mən bu cəhətdən çox qəmgin idim. Hərçət mən məvacib fərmanlarına imza edib vilayətə göndərmişəm ki, məvaciblərin kəsilməsi ilə ali və yüksək dövlətimiz xalqın nəzərində etibarsız görünməsin. Amma ondan qabaq hər bir vilayət hakiminə gizli məktub göndərmişəm ki, mənim tərəfimdən ayrıca məktub yazılmamış, haman fərmana əsasən məvacib verilməsinlər. Haman tədbir səbəbi ilə dövlətin xəzinəsinin mədaxili çox artmışdı. Qoşun və əhali mənsəb sahibləri məvacibsiz qalmışlarsa da, amma sülh və asayiş zamanı olmaq səbəbilə İran ucuzluğuna görə məvacibə çox möhtac olmayıblar. Belə işlər xüsusunda mənim düzgün işləyən zehnim məharət göstərir. Lakin ulduzların təsirini rədd etmək üçün doğrusu heç bir çarə ağlımım çatmır. Deməli, Müstəfi Yəhya neynir? Bu deyir ki, həmin dövrdə deyir, həqiqətən xəzinədə boşluq var idi da, xəzinə boş bir vəziyyətdə idi və orta dərəcə qulluqçulardır, qoşunlardır, onların da məvacibi hökmdarına mənim fərmanım əsasında verilirdi. Deyir, mən onların yanında fərmana imza çəkmişdim. Mənim bu tədbiri görməyimin səbəbi nədir? Xəzinəni doldurmaq deyil. Bax, sual gəlib düşəcəkdir ki,
Mirzə, Müstəfiyəh Mirzə Yəhyanın tədbirinin əsas səbəbi xəzinəni doldurmaq idi. Yanlışdır. Xəzinəni doldurmaq məqsədi güdmürdü. Onun məqsədi hökmdarı, dövləti xalqın gözündən salmamaq idi. Xalqın gözündə uca tutmaq idi. Yəni onların gözü qarşısında imza çəkir ki, hə, məvaciblər verilsin. Amma arxadan da gizlincə məktub yazıb göndərir ki, mən ikinci bir imza atıb göndərməyənə qədər heç kim maaşı paylamasın. Hə, burda bəs yaxşı, pis vəziyyətdə kim qalır? O, məsəl üçün, birinci şəxsdən sonra ikinci şəxslər var ya, maaşı paylanar. Problemli vəziyyətdə onlar qalır. Gəlin belə izah edim. Elə bil ki, bizim bir maliyyə nazirimiz var. Maliyyə naziri deyir ki, hamının maaşı ödənsin. Maliyyə nazirindən sonra şəxslər var da, ayrı-ayrı şəxslər var ki, məsəl üçün onlar dövr elətdirirlər, hesablara köçürürlər. Hə, Maliyyə naziri deyir ki, mən demişəm ödəniş eləsin, amma xalq da deyir ki, hanı ödəniş gəlmədi axı. Bunlar da gedib kimin boğazını üzür? Maliyyədən sonra ikinci şəxslərin boğazını üzür də bu vəziyyətdə. Yəni bunlar dövlətdir, bu yuxarı vəzifədə oturanlar da özlərini sudan duru eləyiblər, amma ikinci tərəfdə qalanlar, ikinci şəxslər qalıbdı Türklər demir zan altında. Hə, amma deyir heç bu o qədər də söz-söhbət yaratmadı. Çünki niyə? Çünki həmin vaxtda İranda ucuzluq idi. Ona görə heç kimin o məvacibə ehtiyacı yox idi. Amma nə dərəcədə bu doğru bir düşüncədir ki, məsəl üçün o 5-10 nəfərin görə ehtiyacı olmur, amma nə qədər kəndli var axı, nə qədər insan var ki, bir tikə çörəyə möhtacdır da, o məvacibə möhtacdır, ehtiyacı var. Bundan heç kim düşünmürlər. Deyir düzdür, mənim bu işimə görə xəzinədəki hesab artdı, xəzinə doldu. Amma yəni bu məqsədi xəzinəni doldurmaq deyildi. Belə. Deməli burdan da nə öyrənirik? Bu da Şah Abbasın atasının dövründə gəlibdi. Şah Abbasın atasına da müstəflik eləyibdi. Düz deyirəm, anladım, birdən səhv deyirəm. Hə, müstəflik eləyibdi. Aha, növbə yetişdi Mollabaşıya. O söylədi. Bu qüdrətə dövlətin davam etməsi üçün bu dua edənin böyük və uca olan Səfəviyyə nəslinə səmimiyyət və sədaqəti tərifə sığmaz. Bu da deyir ki, mən Səfəviyyə nəslinə səmimiyəm və sədaqətliyəm. Aha, bu halda ki, qiblə-i aləmin vücudu ulduzların təsirindən qorxu altındadır. Mənim ürəyim tavadakı balıq kimi büryan eləyir. Aha, sual düşəcəkdir. Ürəyi tavada balıq kimi büryan eləyən obraz kimdir? Mollabaşı. Qüsurlu ağlıma belə yetişir ki, o məlum münəccimbaşı özü bu işin çarəsini bizdən artıq bilir. O qiblə-i aləmə xəyanət edibdir ki, ulduzların təsirini bildirib, əlbət bir pis fikrə görə dəfinin çarəsini göstərməyib. Aha, gəlirik əsas məsələyə. Mollabaşı neynir? Mollabaşı deyir ki, münəccimbaşı sizə xəyanət eləyir. Necə xəyanət eləyir? Dərdi göstərir, amma dərmanını vermir. Bu bir xəyanətdir. Necə ola bilər ki, zəhəri göstərə, zəhərin təsirini yox edən dərmanı göstərməkdən özünü kənar çəkə, qiblə-i aləm onun özünü çağırsın. Bu hadisənin dəfi üçün onun özündən əlac istəsin. Əgər bir bəhanə gətirərsə, boynu vurdursun. Bir növ Şah Abbasın qarşısına münəccimbaşını atır. Mollabaşının münəccimbaşı ilə köhnə ədavəti vardı. Aha, deməli, nə üçün münəccimbaşını irəli verir? Ondan köhnə ədavəti olduğu üçün. Bu əhvalat Mollabaşı üçün çox yaxşı vasitə göründü ki, onu və başqa münəccimlərin atalarının gorunu yandırsın. Hər halda haman uğursuz xəbərə görə şahın münəccimbaşından zəhləsi getmişdi. Deməli nədir? Mollabaşı burada, yəni həqiqətən məqsədi Şah Abbası düşürmək deyildi. Sadəcə fürsətdən istifadə edir. Həm xacə münəccimbaşını, həm də onun kimi başqa başlıları ortadan götürmək istəyirdi. Bəs yaxşı, sual düşə bilər ki, onunla nə kimi bir ədavəti var idi? Tək onunla yox da bütün münəccimbaşlarla ədavəti vardı. Bunun da səbəbi bilirsiniz nədir? Bunun da səbəbi o idi ki, münəccimbaşlıq vəzifəsi çıxandan sonra mollaların nüfuzu ikinci dərəcəyə düşürdü. Ona görə qəbul edə bilmirdilər də. Axı onlar bir növ sehri yol göstərərdilər ki, hə, ulduz hər şeyi deyir, yol göstərir, budur, odur. Onlar başa bilmirdilər də onunla. Üzr istəyin. Aha. Bu saat xidmətçi göndər, münəccimbaşını mənim hüzuruma gətirsin. Bir saatdan sonra münəccimbaşı hazır oldu. Şah qəzəblənmiş aslan kimi diz üstə çöküb müraciət etdi. Pədər Suxtə, ulduzların bəlasından məni qorxudursan, əlacımı gizlədirsən, cəllad. Dərhal üzü gözündən dəhşət yağan cəllad, belində xəncər, əlində ip içəri girdi. Biçarə münəccimbaşının ruhu uçub başladı yarpaq kimi titrəməyə. Şah cəllada buyurdu, apar bu itin bu saat boynuna vur. Sərdar Zamanxan hərçəd qılınc əhli idi, amma qəlbi yumşaq adam idi. Deməli, bu kim bu haqda danışır? Müəllif özü deyir ki, Sərdar Zamanxan
qılıncı əlidir, amma ürəyi yumşaq adam idi. Deməli, xarakterində ziddiyyətli özünü göstərən obraz kimdir? Sərdar Zamanxandır. Münəccimbaşının halına rəhmi gəlib ayağa durub söylədi: "Sənə qurban olum. Bu itin boynunu vurulandan sonra hadisənin ortadan qaldırılması üçün kimdən əl soruşacaqsan?" Aha, biz bunu hardan xatırladıq? Tez yadımıza salaq. Deyir ki, bu itin boynunu vurdun. Bəs yaxşı hadisəni sonra kimdən xatırlayacaqsan? Biraz fikirləşək. Bunu hardan xatırlayırıq? Artıq mən deyirəm. Oradan xatırlayırıq ki, dərsi şagirdi Əhmədin nağılından. Yadınıza gəlirsə əgər, şah deyir ki, bəs yuxunu mənə danış Şah Abbas. Elə burada da Şah Abbasdır, orada da Şah Abbasdır. Deyir yuxunu mənə danış, deyir ki, yo danışmayacağam. O da deyir ki, aparın bunun boynunu vurdurun. Onda vəzir Allahverdi xan qayıdıb deyir ki, sən əgər bunun boynunu vurdursan, öldürsən, sonra yuxunu kimdən soruşacaqsan? Bir növ eyni situasiya ortaya çıxır. Aha. Mən fağır və yazıq bəndə xahiş edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun ölümündən keçəsiniz. Hadisənin əlacı xüsusunda ondan tədbir soruşasınız. Hadisənin əlacı xüsusunda ondan tədbir soruşasınız. Əgər istəyimizə uyğun cavab verməsə, o vaxt müqəssirdir və ölümü vacibdir. Neyniyə? Deyir, qoy hadisənin soruşun özündən bu tədbiri. Əgər cavab verməsə, öldürün. Aha, Şah Münəccimbaşıya müraciət edib dedi ki, məlum bu saat hadisənin ortadan qaldırılmasına əlac göstər. Biçarə Münəccimbaşı yaman halda idi. Hadisənin aradan qaldırılması üçün heç bir əlac bilmirdi. Amma ölümün qorxusundan onu aşkara çıxara bilmədi, söylədi. Qurban olum, hadisənin əlacı mümkündür. Mənə 1 saat möhlət verin. Nə qədər vaxt istəyir? 1 saat istəyir. Gedim Zici Uluğ bəyi nəzərdən keçirim, qayıdım söyləyim. Bu nədir? Zici Uluğ bəy kitabını deyir, gedib baxacağam, amma heç bir əlac bilmirəm. Sadəcə elə belə də Allaha pənah. Aha, şah icazə verdi, Münəccimbaşı çıxmamış, Xacə Mübarək içəri girib söylədi. Aha. Mövlana Cəmaləddin mübarək hüzurunuza icazə istər. Mövlan otağa daxil olub şaha lazım olan sitaişi əmələ gətirdi. Şahın işarəsi ilə oturub söylədi. Kim gəlir? Mövlana Cəmaləddin. O da Münəccimbaşıdır. Qiblə aləm sağ olsun. Bu bəndəniz qocalıq səbəbindən şahsarlarından kənar olub. Bax, sual düşəcəkdir. Mövlana Cəmaləddinin işdən uzaqlaşdırılma səbəbi nə bilim, səhv eləməyi olubdur, nə bilim, nə isə doğru etmədiyi üçün olubdur. Hər nəsə də belə bir şey. Qovulubdur və s. Bundan heç birisi deyil. Bax, özü öz səbəbini deyir işdən nə üçün uzaqlaşdırılmışam. Qocalıq. Qocalmışam, ona görə də saraydan uzaqlaşdırılmışam. Gülşənişin olmuşamsa da, yəni pis olmuşamsa da, lakin bu vəziyyət, yəni Novruzdan 15 gün keçmiş Məlikhin Əqrəb ilə yaxınlaşmasından Qiblə-i aləmin zat-ı mübarəkinə böyük zərər ehtimalı olduğu üçün vacib bildim ki, qulluğunuza gəlim. Qabaqcadan hadisəni elan edin və aradan qaldırılmasına tədbir göstərim. Aha, nə dedi? Deyir ki, deməli bunun da xəbəri var ki, Məlikhin Əqrəb ilə toqquşması olacaqdır və İran səltənətində kiminsə başına bir iş gələcəkdir və bunu neyinir? Mən bunu bilirəm və gəlmişəm tədbir göstərəm. Aradan qaldırılmasını tədbir göstərim. Bu məqsədlə ki, bəlkə də bu keyfiyyət cavan münəccimlərin iti gözlərindən gizlənmiş qalar. Aha, bu neyinir? Sözünü də vurur. Deyir ki, mənim qocalığım üçün məni saraydan uzaqlaşdırmışsınız, amma mən bunu görmüşəm və gəlmişəm tədbirində deyəm sizə. Ola bilsin ki, bu məndən üstün bildiyini cavan münəccimbaşların gözündən yayılmış olsun. Həqiqətən də elə dediyi kimi olur. Gözündən yayılmır, amma tədbir verə bilmirlər. Şah kifayət dərəcədə xoşhal olub buyurdu ki, Mövlana, biz elə o xüsusda söhbət edirik. Hadisə məlumdur, tədbirinizi söyləyin. Mövlana söylədi ki, bu nəhs günlərdə, yəni Novruzdan 15 gün keçəndə gərək Qiblə-i aləm şahlıqdan əl çəkə və taxtı tacı, günahkar və ölmə layiq bir nəfərə təslim edə, özü də xalqın gözündə gizlənə. Deməli, tədbir nədir? Şah 15 gün ərzində taxt tacından əl çəkməlidir, ölmə layiq bir nəfərə taxtı tacı təslim etməlidir və özü də xalqın gözündə gizlənməlidir. Belə olduqda ulduzların təsiri haman günahkarın başına çatlayacaq, çünki o vaxt İran padişahı odur. Elə ki, hadisə baş verdi və taxta oturan o günahkar fəlakətə yetişdi, o zaman Qiblə-i aləm gizləndiyi yerdən çıxıb yenə taxt tacına malik olar, tamam xoşbəxtlik və səlamətliklə şahlıq edər. Aha, yəni getsin, gizlənsin, taxtı da versin günahkar bir adama, o iş onun başına çartlasın, sonra da bu da çıxsın ki, mən qayıtdım, gəldim. Amma gərək xalqdan heç kəs bu tədbiri bilməyə və zənn etməyə ki,
Qibləyi aləm taxtadan vəqəti əl çəkir. Ta ki taxta çıxmalı olan günahkarı özlərindən müstəqil padişah bilələr. Gərək hərəmxana xatunları da talağı verilib kəbin kağızları cırlar. Deməli, hərəmxana xatunları üçün də iş var ki, onların talaqları verilməli, kəbin kağızları cırılmalıdır. Sonra onlara təklif oluna ki, dəxi padişah deyil, adi cəmaatdan biri olan Abbas Məhəmmədoğluna ikinci dəfə kəbin kəsdirsin, kasıblığı və qanata razı olarlarmı? Hansı biri ki razı olur, ona ikinci dəfə Şah Abbasa, Abbas Məhəmmədoğluna nigah oxuna və kəbin kağızı yazdılar. Hər kəs ki razı olmasa, həmin saat buraxılar. Münəccimbaşı qorxudan qurtardı. Aha, şahın üzündən tamamilə qorxu əsəri çəkildi. Ağarmış rəngi özünə gəldi. Məclis əhlindən Mövlanın ağlına və kamalına afərin sədası göyə qalxdı. Şah gülər üzünü Mollabaşıya tutub sual etdi. Aha, deməli, başı açılandan sonra, qorxu uçub gedəndən sonra Şah Abbasdan soruşur. Bax, məclisdəkilərdən soruşmur ki, ay məclisdəkilər, bu günahkar kimi tanıyırsan, birbaşa kimdən soruşur? Mollabaşıdan soruşur. Çünki onun sözünə etimad edirdi. Şəriətin hökmlərinə uyğun, hədsiz dərəcədə günahkarla öldürülməsi vacib olan bir nəfər nəzərdə vardırmı ki, səltənəti və taxt-tacı ona həvalə edir. Bax, ölüm hökmünə uyğun oxuyur. Şəriətə uyğun oxuyur. Deyir, şəriətin hökmünə uyğun, hədsiz dərəcədə günahkar. Yəni bu demir ki, ay Mollabaşı, sən özünü xoşun gəlməyən kimi tanıyırsan. Bu deyir ki, şəriət qaydasına uyğun olmalıdır. Şəriətin də tələb etdiyi, ona uymayan, onun hökmünə uyğun olan günahkar, ölümə layiq olan kim var? Mollabaşı cavab verir. Yəni bunların şəriətə olan inancı dırnaqarası deyə yalandandır. Başqasına ölüm hökmü biçəndə şəriət yada düşür, amma başqa şey gələndə şəriət yada düşmür. Pərvərdigarı aləm qibləyi aləmə uzun ömür kəramət etsin. Bu Qəzvin şəhərində bir nəfər yaramaz meydana çıxıbdır ki, bütün yer üzündə ondan günahkar və ölmə layiq nəfər tapılmaz. Harda? Qəzvin şəhərində. Adına Yusif Sərrac deyirlər. Nə deyirlər? Yusif Sərrac. Məlum deyildi ki, hardan tərbiyə tapılıb. Ancaq indi Qəzvin şəhərində yaşadığı üçün işi peşəsi məlum olmayan oğru quldurdan özünə mürid cəm edib. Həmişə möhtərəm ruhanilərin və parlaq şəriət xadimlərinin zərərinə və pisliyinə danışmaqdadır. Deməli, deyir ki, hardan kim olduğu məlum deyil, kimdən tərbiyə aldığı məlum deyil, amma Qəzvin şəhərində yaşayır, oğrudan, quldurdan özünə mürid toplayır, yəni özünə tərəfdar toplayır, möhtərəm ruhanilərin və parlaq şəriət xadimlərinin zərərinə, onların əleyhinə danışırlar. Bu məlum həmişə öz başına toplananlara aşkar söyləyər ki, güya möhtərəm ruhanilər avamdır. Bax, nə deyir? Bunlar hamısı sual predimentidir. Deyir ki, möhtərəm ruhanilər avamdır. Ondan sonra avam adamları aldadırlar. Aha, avam deyirlər, hə. Möhtərəm ruhanilər avam adamları aldadırlar. Birinci Yusif Sərracın sözü budur. İkinci nədir? Məsələn, onun əqidəsincə güya dini hökmləri yerinə yetirmək lazım deyil. Xüms və imammalı vermək doğru deyildir. Xüms və imammalı nədir? Bu vergi növüdür. Deyim də hansı vergi növüdür? Hə, bu vergilər nədir? Elə bir şey, qazancının 20%-ni din xadimlərinə verirsən ki, yəni ki, bir növ onlara paylayırsan da, 20%-ni verirsən, 20%-in 10%-ni də imama verirsən, din xadimlərinə. Onlar da güya bu pulla şəriət üçün işlər görürlər, din üçün işlər görürlər, amma təbii ki, özlərinə götürürlər. Yəni deyir ki, bu verginin verilməsi mənasızdır da. Bundan əlavə ali və yüksək dövlətə zidd mübahisələr edilir. Deməli, təkcə dindarlara danışmır, eyni zamanda dövlət adamlarına, ali və yüksək dövlətə də danışırlar. Deyir ki, güya kəndxudadan tutmuş, padişahdək bütün mənsəb sahibləri zülmkar və quldurdur. Deyir, kəndxudadan, yəni ən axırda, ən axırıncı vəzifədən ən üstün vəzifəyə qədər hər kəs zülmkardır və quldurdur. Ölkəyə və millətə bunların heç bir mənfəəti yoxdur. Aha, həmişə öz nəfslərinin həvəsi ilə biçarə xalqı cərimə edib sıxışdırır və təqib edirlər. Yəni deyir, özlərinə görə, öz işlərinə görə həmişə biçarə xalqı cərimə edirlər, sıxışdırırlar və təqib edirlər. Biz bu hadisəni harda görmüşdük? Biz bu hadisəni Sultan Səncər və Qarıda görmüşdük ki, Sultan Səncərin adamı özünə görə içibdir, kefi
ağlı başında yoxdur deyə gəlir bir dənə qarını evindən çıxardır, döyür, söyür, təhqir eləyir. Yəni biz bu hadisəni görmüşük. Öz rəftarında heç bir qanun və qaydaya əsaslanan deyillər. Yəni öz əməllərində heç bir qayda qanunu axtarmırlar. Bayaqki məsələ. Bu cür rəftar ancaq zülm və yol kəsənlərin əməlidir. Düppədüz danışıbdı. Bəndəniz belə məsləhət görür ki, Qibləyi aləm səltənəti və taxtacı bu məluma təslim etsin ki, ulduzların təsirindən öz cəzasına yetişib cəhənnəmə vasil olsun. Məclis əhli bu rəyi təsdiq edib uca səslə dedilər: Yusif Sərrac pədərsuxda ölüm və göyün bəlasına layiqdir. Aha, deməli Şah Abbas 1-ci Mollabaşdan soruşur. Mollabaşı niyə və nə üçün Yusif Sərracı dediyini izah edir. Ondan sonra Şah Abbasdan qabaq məclisdəkilər bunu təsdiq eləyir. Ondan sonra Şah xoşxalıq buyurur ki, onun həlakına razıyam. Sabah bu tədbir tamam kamal icra olunacaqdır. Aha, dediyimiz kimi ən birinci Mollabaşdan soruşur, Mollabaşı deyir, ondan sonra məclisdəkilər bunu təsdiq edir, ondan sonra ən axırda Şah Abbas deyir ki, aha, mən də razıyam. Şah məclisdəki şəxsləri azad etdi. Məclis dağıldı. İndi biz Yusif Sərracın kim olduğunu tanımalıyıq. Bu şəxs Qəzvin kəndlərində Kərbəlayı Səlim adlı bir kəndin oğludur. Bax, kimin oğludur? Kərbəlayı Səlimin oğludur. Kərbəlayı Səlim mömin və dindar bir adam olduğu üçün istədi ki, oğlu molla olub ruhanilər təbəqəsinə daxil olsun. Deməli, özü mömin və dindar adamdır. Adından da göründüyü kimi Kərbəlayı isə dindar və mömin adam olacaqdır. Və istəyir ki, oğlu da molla olsun, ruhani olsun. Ona görə də onu uşaq ikən gətirib Qəzvin şəhərində məktəbə qoydu. Birinci hara gəlir? Qəzvin şəhərində məktəbə gəlir. Bir neçə il sonra Yusif Sərrac həddi buluğa yetişib, gənclik yaşlarına çatandan sonra təhsil almaq üçün İsfahana gedir. Ondan sonra hara getdiyi? İsfahana gedir. Aha. Birinci Qəzvində məktəbə başlayır. Ondan sonra İsfahana gedir. Ruhanilərin bir çox işlərdə qəribliyini, yəni saxtalığını müşahidə etdiyində o bu sinifə nifrət bəsləyib, istəmədi ki, özünü onların zümrəsinə daxil etsin. Aha, deməli uşaqlar, Yusif Sərrac Mirzə Fətəli Axundzadənin prototipidir. Mirzə Fətəli Axundzadənin atası dindar adam olur və istəyir ki, Mirzə Fətəli Axundov da dindar adamlardan olsun, dini təhsil alsın. Amma o dini təhsil alanda bu dindarların ikiyüzlülüyünü görür və onlardan uzaqlaşır, soyur. Eyni Yusif Sərrac kimi. Kərbəladan qayıdıb Həmədana gəldi. Deməli, birinci hara getdi? Qəzvinə. Oradan hara getdi? İsfahana. Ondan sonra gəlir Kərbəlaya, oradan da gəlir hara? Həmədana. Aha. Orada usta Xəlilin yanında 40 yaşında ikən sərraçlıq sənətinin bir il müddətini öyrənir. Bax, neçə yaşında sərraçlıq sənətini öyrəndiyinə kimi burada qeyd olundu. Bunun hamısı tez predmetidir. Nə vaxt 40 yaşında ikən sərraçlıq sənətini öyrənir və bir il müddətinə öyrənib qurtarır. Qəzvinə qayıdır. Deməli, Həmədanda öyrənir, Həmədanda öyrənib təzədən Qəzvinə qayıdır. Bu şəhər paytaxt olduğu üçün onun sənətinə burada daha yaxşı qiymət verilir. Bax, niyə Qəzvinə qayıtdığı da sual düşübdür. Deməli, neynir? Ən birinci harda? Qəzvində məktəbə gedir. Ondan sonra İsfahana gəlir. İsfahandan Kərbəlaya gəlir, Kərbəla Həmədana gəlir. Həmədanda gəlir sərraçlıq sənətini öyrənir. Bir il ərzində öyrənəndən sonra Qəzvinə qayıdır. Qəzvinə qayıtmağının səbəbi nədir? Bura paytaxt şəhəri olduğu üçün sənətinə burada daha çox qiymət veriləcəkdir ona görə. Aha, Qəzvinə gəldikdən sonra evləndi, dükan açdı. Öz qazancı ilə özünü və ailəsini saxlamağa məşğul oldu. Gəlir bura, evlənir, dükan açır. O, səfürəkli və xeyirxah adam olduğundan həmişə ruhanilərin və mənsəb sahiblərinin pis hərəkətləri onun xatirinə toxunurdu. Niyə toxunurdu? Səfürəkli və xeyirxah adam olduğu üçün. Həmçət bu növ fədakarlıq ona sadiq və xeyirxah dostlar toplamışdı. O Mollabaşının mürid dedikləri. Lakin nəhayət bədbəxtliyə bais oldu. Yəni deyir, bu hərəkətinə görə ona dost olanlar qədər düşman olanlar da var idi. Sabahsı gün şahın buyruğu ilə günortaya 2 saat qalmış tamam əyən əşrəf və dövlət adamları, ruhanilər, cümlə mənsəb sahibləri, kənd xudan tutmuş vəzirlərə kimi şahın sarayında hazır oldular. Yəni hər kəs. Bu halda şah başından tac əlində cəvahir nişan topuz, qolunda cəvahir bazubəndlər, belində kəmər və qiymətli daşlarla bəzənmiş qılınc zahir oldu. Üzünü sarayda hazır olanlar tutub xitab elədi. Camaat, indi 7-ci ildir ki, mən müqəddəs Allahın köməyi ilə sizə padişaham. İmkanım qədər sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm. Sizdən çox razı və xoşnudam. Çünki Səfəviyyə ocağına olan istəyiniz səbəbilə həmişə mənə məhəbbət və sədaqət göstəribsiniz. İndi sizə açıb deməyə lazım bilmədiyim
Bir paraya səbəbə görə mən səltənətdən əl çəkib taxt-tacı bu rütbəyə məndən layiq və münasib olan bir kəsə həvalə etməyə məcburam. Haman şəxsi Mollabaşı, Sərdar Zamanxan, Vəzir Müstəfi, Mövlana Cəmaləddin, Münəccimbaşı sizə göstərəcəklər. Gərək hamınız gedib təntənə və cəlal ilə onu gətirib o taxtın üstünə oturasınız və özünüzə şah biləsiniz. Voya kimsənin halına ki, mənim fərmayişimdən səhlənkarlıq edib o şəxsin itaətində qüsur göstərər. Şah bu sözləri tamam edib tacı başından götürdü, taxtın üstünə qoydu. Tamam qiymətli paltarlarını soyunub, qılınc və kəmərini asdı. Bir köhnə paltar əyninə geyindi və xalqa üzünü tutub dedi: İndi mən adi cəmaatdan olan fəqir kişiyəm. Abbas Məhəmmədoğlu. Daha məni axtarmayın ki, görə bilməzsiniz. Xudafiz. Deyib taxtdan düşdü. Hənabxanaya getdi. Məclisdəkilərin hamısı heyran qaldılar. Bilmədilər ki, bu əhvalatı nəyə isnad etsinlər. Hərəmxanada hərəmlərin hamısı şahın əmri ilə bir otağa yığışmışdı. Şah üzünü hərəmlərə tutub xitab elədi. Mənim əziz arvadlarım, indi böyük təsadüflə məcburam ki, sizə bir yaman xəbər elan edəm. Sizə məlum olsun ki, indi mən dəxi İran padişahı deyiləm. Dəxi mənim imarətim, dövlətim yoxdur. Sizi zinət və bəzəkdə, gözəl otaqda saxlayam. Bir də nə demək lazımdır? Mən adi cəmaatdan bir fəqir və yoxsul şəxsəm. Ona görə məcburam ki, sizin talağınızı verib hamınızı azad edim ki, hər kəs meyliniz olsa ona gedəsiniz. Sonra üzünü Molla Rəsula tutub buyurdu. Bax, kimə tutub? Molla Rəsula. Bunların boşanma siğələrini oxu. Deməli, boşanma siğələrini kim oxudu? Molla Rəsul. Talaq tamam olduqda şahın buyruğu ilə onların kəbin kağızları Xacə Mübarəkdirdi. Bax, kəbin kağızlarını Xacə Mübarək durur. Ondan sonra boşanma siğələrini isə Molla Rəsul oxuyur. Şah ikinci dəfə sarayın gözəl qadınlarına üz tutub dedi: Əgər sizdən hər biriniz fəqirliyə və qənaətə razı olub məni, yəni Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən ona nigah oxutduraram. Hərəmlərin hamısı təzədən razı oldular, şaha arvad olsunlar. Amma onların hamısından 2 nəfər gözəl dilbər ki, razılıqları olmadan şahın hərəmxanasına düşmüşdü, çox utancaqlıqla və ahəstə səslə söylədilər. Biz şaha arvad olmuşduq, öz bəxtimizdən və dərəcəmizdən çox xoşxal idik. İndi ki, bu bəxtəvərlikdən məhrum olduq, Abbas Məhəmməd oğlunu ərə getməyə qəbul etmirik. Çünki bu 2 nəfər öz xoşu ilə gəlməmişdi. Bunların ikisinin də sevgililəri var idi. Onlardan ayırıb gətirmişdilər. Şah Abbas deyəsən səhvlərimizə görüb bəyənir, yoxsa bəxşiş kimi gətirilmişdi saraya. Ona görə də bunlar elə qaçmaq üçün fürsət axtarır. Bu ulduz bəlası bir dənə bunlara yarayır. Haman saat bu 2 nəfər azad edildi. Başqa hərəmlərin nikahı təzədən Abbas Məhəmməd oğluna oxundu. Xacə Mübarək əmr olundu ki, haman saat hamısını Qəzvinin 6-cı küçəsinin başında müəyyən olunan bir evə piyada aparsın. Hara? Qəzvinin 6-cı küçəsində bir evə. Sonra Abbas Məhəmməd oğlu hərəmxanadan çıxıb uzaqlaşdı. Gözə görünməz oldu. Yusif Sərracın dükanı Şah Məscidi meydanının şərq tərəfində yerləşirdi. Bax, əsərdə Yusif Sərracın dükanının məkanı qeyd olunubdur. Harada yerləşib? Şah Məscid meydanının şərq tərəfində yerləşir. Günortadan 2 saat keçmişdi. Yusif Sərraf vacib olan günorta namazını qıldıqdan sonra oturub əlində bir cilovu tikib tamam edirdi. Bax, burada nəyin altından xətt çəkmək istəyirəm? Namaz qıldıqdan sonra. Yusif Sərrac deməli nə imiş? Yusif Sərrac kafir deyil, dindən uzaq deyil, Allaha inananlara pis gözlə baxmır. Ya bunların hamısı absurd fərziyyələrdir. Yusif Sərrac əslində dindar adam idi. Namazında qılırdı, vaxtında, yerli yerində, Allahına da inanırdı, ibadətini edir. Yusif Sərrac deməli kimə qarşıdır? Dindən istifadə edib, din pərdəsi altında insanları gözə qıpıq eləyən, onların çətin vəziyyətindən istifadə edən, onların dini inancından istifadə edib özünə pay çıxardan yalançı din xadimlərinə qarşı idi. Onlara nifrət edirdi. Xalqı acınacaqlı vəziyyətdə ac qoyan insanlara qarşı idi. Əlində bir cilov tikib tamam edirdi. Çünki müştəri cilovu o gün hazır olmasını tapşırmışdı. Niyə? Çünki müştəri tapşırır ki, cilovum hazır olsun. Bu halda meydanın qərb tərəfində bulud kimi toz qalxdı. Mollabaşı Sərdar Zamanxan. Bunu düzəldim. Bunu hərəkət etdirə bilməm.
Mollabaşı Sərdar Zamanxan, Mollabaşı Sərdar Zamanxan deməli gəlibdi. Vəzir, Müstəfi, Mövlana Cəmaləddin, Münəccimbaşı, möhtərəm ruhanilər, əzəmətli seyidlər, əyan, əşrəf, mənsəb sahiblər, bir dəstə piyada, bir dəstə atlı Cah-Cəlal və Aram ilə gəlirdi. Yusif Sərracın dükanına çatdıqda hamısı dayandı. Mollabaşı və Sərdar irəli durub Yusif Sərraca baş əyərək salam verdilər. Yusif Sərrac ayağa durub təzim elədi. Amma olduqca təəccübləndi. Sonra Mollabaşı danışmağa başlayıb dedi: "Bax, kim danışır? Mollabaşı. Hadisələri ona xəbər verən Mollabaşı olur. Qəzanın təqdirindən usta Yusif, bu gün sən bizim padişahımızsan. İranın səltənət taxtında bu saat Şah Abbasın yeri boşdur. Bəziləri sərafraz Nəhlə şeytandan. Bizləri sərafnaz xoşbəxt eləyin. Şah Abbasın Qəzanın təqdirindən usta Yusif, bu gün sən bizim padişahımızsan. İranın səltənət taxtında bu saat Şah Abbasın yeri boşdur. Bizləri sərafraz xoşbəxt eləyin. Şah sarayına buyurun ki, şahın taxta çıxması vaqe olsun. Yusif Sərrac çox heyrətə düşdü. Heç bilmədi ki, bu nə əhvalatdır. Onun qabağında tamam dövlət qulluqçuları durmuşdu. Bu sözləri ona İranda mətin bir şəxs hesab olunan Mollabaşı deyildi. İranda mətin bir şəxs. Deməli, Yusif Sərrac onu mətin şəxs hesab eləmir. İranda o mətin bir şəxsdir. Amma hadisə o dərəcədə qəribə idi ki, gözü ilə gördüyü bu əhvalatın olmağına Yusif Sərrac heç etibar edə bilmirdi. Axırda dedi: "Mənim ağam, Mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm." Amma bax, özü də deyir ki, mən də sizi mətin adamlardan hesab edirəm. Bilmirəm ki, aya dəli olubsunuz, ya tiryək atıbsınız, bu sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir Sərrac babayam. Mən hara taxta çıxara? Vallahi mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə istinad verim. Mat və heyran qalmışam. Acizanə təvəqqə edirəm ki, mənə sataşmayasınız. Sərdar Zamanxan başladı. Usta Yusif, bugün tamam İran torpağında sənin şahlığın qəbul edilmişdir. Mollabaşının sözünə əsasən Şah sarayına buyurun ki, şahın taxta çıxmağı vəqe olsun. Yusif Sərracı ata mindirdilər. Əvvəlki qərar üzrə dəstə Şah sarayına yola düşdü. Xidmətçilərin küçələrdə çəkilin səsi ərşə dayandı. Tamam Qəzvin əhalisi kişili, arvadlı, kiçikli, böyüklü pəncərələrə və damlar üstə çıxıb tamaşaya məşğul oldular. Əhvalatdan xəbərdar olmadıqları üçün hamısı heyrətdə qaldı. Bax, hamı heyrətdə idi. Hamı küçələrə axınışmışdı. Bax, bu kiçikli, böyüklü hamının pəncərələrə, damlara çıxıb heyrətlə şahın gəlişini gözləməsini başqa harda görmüşük? Səsli qız poemasında görmüşük. O yeni şah gələndə axı cəmaət heyrət içində durub baxırlar. Eyni zamanda gələn adamı heyrətlə durub gözləmək harda var idi? Qurbanəli bəy də var idi ki, pristavın gəlməsini heyrətlə gözləyirdilər. Naçalnikin gəlməsini heyrətlə gözləyirdilər ki, gəlsin görə. Bax, eyni situasiyalarda. Mollabaşı və Sərdar Zamanxan qolundan yapışıb təzim ilə onu imarət otağına daxil etdilər və səltənət taxtının üstündə oturtdular. Hamı şahın sarayından çıxdı. Ancaq Yusif şah taxtın üstündə oturmuş, qabağında Xacə Mübarək, başqa bir neçə xacə ilə xidmətçibaşı Əzim və bir neçə xidmətçi durmuşdular. Bayırda isə fərraşlar dayanmışdı. Yusif şah Xacə Mübarəki yanına çağırıb dedi: "Sən Allah mənə söylə görüm, bu qəziyə səbəb nədir? Çünki sən həmişə Şah Abbasın içəri otağında olduğundan mümkün deyil ki, bu qəziyə sənə məlum olmasın. Nə üçün ondan soruşduğunun səbəbini özü izah edir. Yəni deyir ki, sən otaqda olursan, sən bu məlumatları bilərsən. Ona görə ondan soruşur. Yəni bu səbəb-nəticə əlaqəli testlərdə istifadə olunan predmetlərdən biridir. Yəni sual düşə bilər ki, başqa səbəb verə bilər. Yəni səndən xoşum gəldi, ona görə səndən soruşuram. Sənə inanıram, ona görə səndən soruşuram. Sən mənim gözümə güvənli bir adam kimi dəydin, ona görə səndən soruşuram. Bunların hamısı absurd məsələdir. Sadəcə o səbəbdən Xacə Mübarəkdən soruşur ki, sən bu otağın içərisində olursan, həmişə Şah Abbasın yanında olursan. Ona görə sən bilərsən nə məsələdir. Xacə Mübarək həqiqətən çox saf və sadiq adam idi. Xacə Mübarəkin də hadisələrə açıq vermə səbəbi izah olunur. Onun da səbəbi göstərilir. Çox saf və sadiq adam olması. Yəni onun üçün fərqi yoxdur şahlıq taxtında kim oturur. Əli oturur, ya da vəli oturur. Onun üçün önəmli olan taxta oturandır və taxta oturan nə dedisə ona əməl etməlidir. Qəziyyəni əvvəlindən axıradək Yusif Şaha nağıl etdi. Yəni sual düşə bilər ki, Xacə Mübarək Şah Abbasın zülmlərindən təngə gəlmişdi. Ondan canını qurtarmaq üçün hadisələri başdan sona qədər Yusif Sərracı açıb danışır. Yanlış məlumatdır. Sual düşə bilər ki, Xacə Mübarək
nə bilim, öz üçün də bir tədbir görürdü, ondan vəzifə tələb eləyəcəkdi, ona görə. Bunlar hamısı yəni absurd məsələlərdir. Sadəcə çox saf və sadiq adam idi onun üçün. Qəziyyəni əvvəldən axıradək Yusif Şaha nağıl etdi. Yusif Şah ağıllı adam idi. Ulduzlardan onun heç bir qorxusu yox idi. Aha, Yusif Şahın yox idi elə bir qorxusu. Əlasız qalıb səltənət işlərinin icrasına dedi, fürsət də əlimə düşüb, bundan neynəməliyəm mən? İstifadə eləməliyəm. Əvvəlan Fərraşbaşı Əsəd bəyi hüzuruna gətirdi, buyurdu. Əvvəl kimi çağırır? Əsəd bəyi. Əsəd bəy. Bu saat 12 fərraş özünlə götürərsən. Gedərsən Mollabaşı Axund Səmədi, Sərdar Zamanxanı, Vəzir Mirzə Möhsünü və Müstəfa Mirzə Yəhyanı, Nəcimbaşı Sədrəddini və Mövlana Cəmaləddini tutub apararsan. Əkdə olan zindana salarsan. Qayıdıb gələrsən, buyruğun nəticəsini mənə söyləyərsən. Deməli kimləri? Axund Səmədi, Sərdar Zamanxanı, Mirzə Möhsünü, Müstəfa Mirzə Yəhyanı, Nəcimbaşı Sədrəddini, Mövlana Cəmaləddini tutursan, Ərk qalasına aparırsan. Əsəd bəy başlayıb getdi. Yusif Şahı sarayla tanış etməyə başladılar. Zinət otağının qapısını açsalar, Şaha göstərdilər. Yusif Şahın 3 qızı var idi. Böyüyü 14 yaşında, hərəsinin arasında 2 yaş fərq var. Ortancıl 12 yaşında, kiçiyi 8 yaşında. 2 oğul da var idi, 6 yaşında və 4 yaşında. Qızların hər birinə bir gül, bir cüt sırğa, bir üzük, bir boyunbağı, bir dəst paltar, bir rizayi şal, arvadı üçün bir dəst paltar və bir rizayi şal ayırdı. Xacə Mübarəyə təslim edib buyurdu. Bunu apararsan Qəzvinin 2-ci küçəsində mənim qədim evimdə arvadıma yetirərsən. Deyərsən ki, mən tərəfdən narahat olmasın. Sabah oğlanlarımı hüzura göndərsin. Xacə Mübarək şeyləri 2 nəfər xidmətçi ilə götürüb getdi. Sabahsı gün Yusif Şah salam otağına təşrif gətirib dostları Molla Ramazanı. Bax, o müridlər deyirdi, onlardır. Qurban bəyi, Mirzə Cəlili, Mirzə Zəkini çağırdı. Şahın onlara hər barədə möhkəm inamı var idi. Bax, onlara neyinirdi? Möhkəmdən inanırdı. Mollabaşılıq mənsəbini Molla Ramazana verdi. Sərdarlığı Qurban bəyə verdi. Deməli, ondan sonra vəzirliyi xanlıq ləqəbi ilə Mirzə Cəlilə verdi. Müstəfliyi də Mirzə Zəkiyə tapşırdı. Münəccimbaşlıq mənsəbini bimara ləğv etdi. Bax, mənsəbini ləğv etdi. Münəccimbaşılığı ləğv eləmir ha. Yəni ki, münəccimliyi ləğv eləmir. Yəni münəccimlik sənətini ləğv eləmir. Mənsəbini, yəni bunu vəzifə kimi icra etmək ləğv olunub. Başa düşürsən, belə bir vəzifə olmayacaqdı saraylarda. Yoxsa ulduz elm kimi, yaxud da onu söz axtaram. Münəccimlik elmini ləğv eləməyibdir. Bir elm kimi bu ləğv olunmur. Sadəcə mənsəb kimi, peşə kimi ləğv olunur. Buyurdu. Tamam vilayət hakimlərinə elannammə və təkidli hökm göndərsin ki, bu gündən sonra şərafətli işrəriyyətin icazəsi olmadan bir müsəlmanı bir şey almaq məqsədi sıxışdırmağa heç bir cürət etməsin. Və nə deyir? Şərafətli şəriətin icazəsi olmadan. Deməli, Yusif Sərracın məqsədi nədir? Şəriət qayda və qanunlarına uymaq, əməl etmək. Özündən şəriata aid qayda qanunlar kəşf eləməmək. Nə deyir? Deyir ki, şərafətli, yəni hörmətli şəriətin icazəsi olmadan heç kimi sıxışdırmaq olmaz. Nəsə bir şey almaq məqsədi ilə sıxışdırmaq olmaz. Məhz öz keyfləri istədikdə bir kəsə cərimə edələr, ya qətlə yetirələr, burun qulağını kəsələr, gözlərini çıxardılar. Yəni bunlar hamısı günahdır, şəriətə ziddir. Yəni sən bundan bir şey istəyirsən deyə kimisə qətlə yetirə bilməzsən, cərimə edə bilməzsən, gözünü çıxarda bilməzsən, qulaqlarını kəsə bilməzsən. Ondan sonra hökmdən əlavə hər bir vilayətə inanılmış baxıcılar təyin etdi ki, gedib vilayətlərin əhvalından və xalqın ehtiyacından xəbərdar olub gəlib danışsınlar. Kim tutur? İnanılmış baxıcılar tutur. Baxıcılar yəni hər bir vilayətə göndərilməlidir. Bir-bir xalqdan soruşmalıdır, vəziyyətləri necədir, ehtiyacları necədir, nəyə ehtiyac var, nəyə yoxdur. Bunlar haqqında məlumat öyrənəcəkdi, gəlib şaha çatdıracaqdı ki, şah da vilayətdəki hadisələr haqqında məlumatlı olsun.
Yusif Şah bu baxıcıları hüzuruna istəyib dedi: "Vilayətin hakimlərinə mənim tərəfimdən elan edirsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar." Bax, birinci demir, şahdan qorxmaq lazımdır. Bax, bu sual predmeti ola bilər ki, vilayət hakimlərinə deyir ki, məndən qorxun və yaxud da nə bilim, kim nəsə qorxutmur. Allahdan qorxmağı çağırır, vicdanla iş görməkləri çağırır ki, yəni birinci siz Allahın məhkəməsində sorğu-suala cəlb olunacaqsınız. Allahdan qorxsunlar, nahaq iş tutmasınlar. Xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar. Yəni hakimlərdən bunu istəyir. Yəqin bilsinlər ki, bu növ hərəkətlər axırda onların özlərinin bədbəxtliyinə və ölümünə səbəb ola bilər. Bir növ öz işarəsini də verdi. Bu sözləri xatırladıqdan sonra şah baxıcıları buraxdı. Sonra buyurdu ki, vergi məbləği orta miqdaradək azaldılsın. Vergilərin sayı azaldılır. Əmr etdi ki, hər yerdə yollar təmir olunsun. Lazımi məqamlarda və mənzillərdə körpülər, kərvansaralar tikilsin. Hər vilayətə xəstəxanalar qayırılsın. Mədrəsələr açılsın. Susuz yerlərə su çıxarılsın. Dullara, yetimlərə, şillərə, körlərə yardım və himayə göstərilsin. Hakimiyyətə gələndən sonra xalqın rifahı məqsədi ilə islahatların keçirilməsini biz başqa hardan xatırlayırıq? Bəli, İskəndərnamədə. İskəndər də hakimiyyətə gələndən sonra xalqın rifahı üçün belə siyasətlər həyata keçirmişdi. Eyni zamanda Xurşudman Natəvan da xalq üçün müəyyən siyasətlər həyata keçirib, məsəl üçün yolların təmiri olsun və daha doğrusu suyun arxının çəkdirilməsi olsun və s. biz Xurşudbani Natəvanda da bunu görmüşük. Vilayətlərdə hər keyfi istəyən özbaşına özünü ruhani sinfinə daxil etməsin. Bax, ən gözəl qərarlardan biri bu idi. Bu xüsusda Mollabaşıdan icazə istəsinlər. Çünki, burada öz göstəribdir. Ruhani sinfi hər yerdə xalqın ehtiyacına kifayət edəcək qədər miqdarda artım olsun. Bütün ruhanilərə, dolanacaqlarına kifayət edəcək qədər xəzinədən maaş təyin etsin ki, səltənətə möhtac olsunlar. Mənsəb sahiblərinin şahın xidmətinə zülm əlinə çevirməsinlər. Deməli, hər yoldan keçən özünə ruhani deyirdi. Dediyi məktəbə oxunub gəlib özünə ruhani deyirdi. Başlayırdı dindarlıq eləməyə dırnaq arası və xalqı çapıb talamağa başlayırdı. Hərədən biraz vergi ondan bundan vergi alırdı. Bu da buna qarşı çıxırdı ki, yəni hər yoldan keçən deməsin ki, mən ruhaniyəm. Ruhani olmaq üçün molla icazə verməlidir. Bir növ sənə diplom verməlidir. Məsəl üçün, indi hər universitet oxuyub gələn özünə müəllim demir ki, mən müəlliməm, odur. Yəni gedir diplomu olmalıdır. Və yaxud da hər universitetə qəbul olan özünə müəllim demir ki, universiteti müəllim olmaq üçün universiteti bitirməlisən, əlində diplom olmalıdır, imtahan verməlisən, imtahan təsdiqlənməlidir. Ondan sonra müəlliməm deyə bilərsən. Yəni ki, bunlar hamısı nədir? Eyni bu qaydadakı kimidir. Yəni ruhani sinifində də belədir. Yəni ki, hər yoldan keçən özünü ruhani deməsin deyə, xalqı çapdalamasın deyə. Bir də onlara maaş verəcəkdilər. Yəni maaş o deməkdir ki, maaş alanda səltənətə möhtac olacaqlar da. Yəni özünü səltənətdən ayırmayacaqlar. Məsəl üçün, səhv eləmirəmsə, İngiltərədə tutub Fransa keçmiş zamanlarda burada hakimiyyət iki başlı idi. Bir dövlətin hakimiyyəti var, bir də ki, papanın hakimiyyəti var idi. Yəni bu iki və ən ön planda da kim dayanırdı? Papa dayanırdı. Və bu da neynirdi? Hakimiyyətin idarə olunmasına mənfi, daha doğrusu dövlətin idarə olunmasına mənfi təsir göstərdi. Dövlət başçısı qalırdı qıraqda, din xadimi nə deyirdi, onunla oturub dururdular. Yəni bunun qarşısını almağa çalışırdı. Məhkəmə işləri ki, səltənətin ən mühüm işlərindəndir, ruhanilərin əlindən alıb mənsəb sahibləri içərisində doğrucul olanlara həvalə edildi. Bax, məhkəmə işləri ruhanilərin əlindən alınır, mənsəb sahibləri içərisində doğrucul olanlara həvalə edildi ki, millət məhkəmə cəhətdən özlərini ruhaniyə möhtac görüb təkcə onlara müraciət etməsin və səltənətdən uzaq düşməsinlər. Bax, indi dediyim qayda bu qaydadır. Yəni ki, məhkəmə ən vacib qərarlardan biridir və bu dövlət tərəfindən məhkəmədə, dövlət tərəfindən cəza tədbiri həyata keçirilməlidir. Ruhani bunu özü həyata keçirəndə istər-istəməz insan özünü daha çox ruhanilərə yaxın görməyə başlayırdı və səltənətdən uzaq düşürdülər. Buyurdu ki, dini vergilər hər yerdə sədaqətli adamlardan 4 nəfərə tapşırılsın. Hər yoldan keçən gedib vergi toplaya bilməzdi. Vilayətin füqarasına dəftər üzü ilə sərf olunsun və hesabın divanə gətirilsin. Yəni ki,
hesab-kitab aparılsın burada. Füqaranın bəzisi dini vergilərdən fayda alıb, bəziləri məhrum qalmasın. Yəni vergi paylayırsan və ya daha doğrusu vergi alırsan, xalqa xidmət eləməyə çalışırsan, dəftər üzrə siyahı tutulmalıdır. Məsəl üçün ki, indi məktəblərdə olur ya bu ehtiyacı olan az təminatlı ailələr kimi qeyd olunur, ehtiyacı olan ailələr qeyd olunur siyahı üzrə və yardım gələndə də siyahı üzrə başlayırsan həmin ailələrə yardım eləməyə. Bu da eyni onu nəzərdə tutub ki, yəni hər vilayətdə adamlar təyin olunmalı idi və siyahıya alınma aparılmalı idi, dəftərə yazılmalı idi ki, məsəl üçün filan vilayətdə məsələn 20 nəfərin az təminatlı ailədir, yardıma ehtiyacı var. Onlara yox, üzr istəyirəm. Artıq onlara kömək gələndə bu dəftər siyahısı ilə onlara yardım göstəriləcəkdi ki, biri yardımdan faydalanıb, biri kənarda qalmasın. Əmr etdi ki, xümus və imamalı verilməsin. Yəni bu dindar imamlara verilən, ruhanilərə verilən vergi verilməyəcək artıq. Belə ki, millət dilənçilik zillətindən azad olub, sair xalq kimi öz peşəsi ilə, məişət vasitəsilə Belə ki, millət dilənçilik zillətindən azad olub, sair xalq kimi öz peşəsi ilə məişət vasitəsi əldə etsin. Yəni deyir ki, oturub imamlar, məsəl üçün özünə imam deyənlər oturur evin altında, gözləyir ki, o bu gətirsin buna pul versin. Bu da təbii ki, dilənçilikdə. Yəni deyir, bu insanlar bu dilənçilikdən azad olunsun, getsinlər özləri zəhmət çəksinlər, öz əziyyətləri ilə öz qazanclarını əldə etsinlər, öz peşələri ilə. Durub oturub evdə şeydir, mən imamam, mənə gətirin 5 manat verin, mənə gətirin 3 manat verin. Bu söhbətləri yığışdırır. Bu xüsusda mötəbər ruhanilər Yusif Şaha fiqh kitablarından hökmlər çıxarıb göstərdilər. Bu nədir? Fiqh kitabı dini kitabdır. Yəni buradan başlayırlar hökmlər çıxarıb Yusif Şaha verirlər ki, yəni bütün qayda qanun kitaba əsaslanmalıdır. Bax Yusif Sərracın istədiyi bu idi. Qayda qanun şəriətə, kitaba əsaslanmalıdır. Hər yoldan keçən, özünə sərf edən qayda qanunlar qoymamalıdır. Vilayətlərə elannamələr göndərdi ki, bundan sonra bir şəxs şaha, dövlət adamlarının və ya şah qapısının nökərlərinə peşkəş verməyə, ayağının altına qiymətli bir şey salmağa cürət etməsin və heç kəs peşkəş vasitəsilə hakimiyyət qazanmağın təmannasında olmasın. Vəzirin etdiyi siyasəti aradan qaldırır. Səltənətin mədaxilinin artırılması üçün də qərar qoydu ki, tacirlər, bəyzadələr, xanəndələr, şəhzadələr, hətta ruhanilər, seyidlər və başqa xalq sinif əmlakının mədaxilindən şəhərlərdə 1/10, kəndlərdə 20də 1 hissə xəzinəyə verilsin. Deməli, müstövfinin də siyasətinin qarşısını belə alır ki, həmin o yaş olan mənsəb sahibləri var idi ki, onların məsəl üçün qazanclarının şəhərlərdə 1/10, kəndlərdə isə 20də 1-i dövlət xəzinəsinə veriləcəkdi. Təbii ki, bilirik ki, 20də 1 10/1-dən azdır. Biri var ki, məsəl üçün belə pizza deyəcəm. Pizzadır, doğrayırsan bunu 5 hissəyə, bunun 5 hissəsindən birini mənə verirsən, bir də bax bunu 20 hissəyə bölsən, 20-sindən birini mənə verirsən. İndi mənə deyin görüm, hansında dilim daha çox böyük olacaq? Təbii ki, 5 hissədə dilim daha böyük olacaq da. Yəni budur, bu sahədən yanaşırıq. Nəyə görə kəndlərdə az, şəhərlərdə çoxalır? Çünki indi dövrün özündə belə şəhərlərdə məsəl üçün qazanc əldə etmək daha asandır, nəinki kəndlərdə. Ona görə yəni şəhərdə yaşayanlardan, yəni hər adam şəhərdə yaşaya bilməz. Əgər bu şəhərdə yaşayırsa, deməli bunun imkanı var ki, şəhərdə yaşayır da. Yəni onlar 10/1-i verəcəklər, amma kənddə yaşayanlar isə 20də 1 vergi verəcəklər. Qoşun xalqının xidmətçilərinin məvacibi əsla çatışmamış qalmasın ki, səltənətin nöqsanıdır. Bəlkə həmişə vilayət xəzinələrində təxris verilsin. Yəni qoşunun Ondan sonra nə qaldı? Alış-veriş edənlər üçün əmlakın qiymətindən xəzinənin nəfi üçün tümənə 5 şahı təyin olunsun. Alış-veriş edənlər kimdir? Alverçilərdir. Onlardan da vergi alacaqlar. Yusif Şah bilirdi ki, Miraxur yay fəsli padişahlıq atlarını yaylağa aparıb, bəsləmə bəhanəsi ilə ətraf xalqına çox əziyyət və cəfa yetirir. Onları çapıb talayır, bax, kimdir? Miraxur kimdir? Miraxur şahın atlarına baxan adamdır. Bu şahın atlarını guya aparır yaylağa, amma yaylağa aparmağa əvəzinə başlayır xalqı yaman günə qoymağa, ona əziyyət verməyə başlayır. Topxana əmri topçuların hamısı üçün xəzinədən məvacib götürüb heç birinə 1 qəpik də vermir. Onların adından gedir maaş alır, amma heç birisini onlara vermir. Xəzinədar padişahlıq pulunun içinə çox qəlb pul atır, qəlb nədir? Saxta pul atır, xalqa dağıdır. Qəzvin bəylərbəyisi xalqdan hədsiz rüşvət alır.
Darğa dövlətlilərə füqəraların müqabilində üz görür. Deməli, darğa neyniyir? Dövlətlilərlə fəqirlər arasında fərq qoyur. Dövlətlilərə yaxşı davranır, fəqirlərə pis davranır. Kəndxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdı. Kəndxuda kimdir? Yəni o kəndlərə baxan adamlardır. Bir növ onlar da küçələri natəmiz saxlayır. Elə bil ki, hər kəndə baxan adamlar olur. Nəsə Sovet Sədri kimi deyək də, onlar nəzərdə tutulur. Onlar da ki, öz kəndinin təmizliyinə baxmır da. Onlar hamısını vəzifədən çıxarıb yerlərinə tanıdığı münasib adamları təyin etdi. Mollabaşı Axund Səməd Ərkin zindanında dustaqxana məmurundan eşitdi ki, onun mənsəbini Molla Ramazana veriblər. Kimlə eşidir? Hardan eşidirdi bu gün? Dustaqxana məmurundan eşidir. Aha, qüssədən birdən-birə həlak olur. Səbəbi nədir? Qüssə. Yusif Şah dəxi əmr etdi ki, Qəzvin küçələri genəlsin. Bax, küçələr genişlənir. Küçədə açıq olan quyular örtülsün ki, hər gedib gələn ora düşməkdən hifz olunsun. Xalqın ərzlərinə qulaq asmağa, dadına yetişməyə qayda qərar qoydu və buyurdu. Bahalıq olduğu üçün Qəzvin füqərasına padişahlıq anbarından buğda verilsin. Bilikli adamlardan, mahir qazanlardan biri müşavirə məclisi düzəldib Qəzvinə su çıxarmaq üçün danışıq olsun, tədbir və təkliflər padişaha təqdim edilsin. Yusif Sərrazla İskəndər ortaq xüsusiyyətdədir. Amma Yusif Sərrazla Sultan Səncər əks qütbdə dayanıb. Necə? Sultan Səncərin əksi Yusif Sərrazdır. Çünki Yusif Sərraz neyinir? Xalqın dərdinə qulaq asmaq üçün günlər təyin edir. Eyni şey İskəndərnamədə də var idi. Hər zaman xalqa qulaq asırdı. Amma Sultan Səncər necə idi? Xalqa qulaq asmırdı, dinləmirdi. Ancaq öz keyfi üçün yaşayırdı. Bax, bunlar bir-birinə əks qütbdə dayanıblar. Ondan sonra bitiririk. Yusif Şahın taxta çıxmasından bir həftə keçdi. Nə qədər keçdi? Bir həftə keçdi. Hər gün, bax, bir həftə keçib. Deməli, 15 gün demişdi. 3-cü gündə gəlib xəbər gətirir. Elədi nə qədər? 12. Bir həftədə keçibdi. Deməli, neçə gün qalıb əldə? 5 gün qalıbdı əldə. Hər gün onun xeyirxahlığından və ədalətindən növbənöv əlamətlər xalqa aşkar olurdu. İran üçün xoşbəxtlik günləri, şadlıq əyamı başladı. Qəzvin əhli hər gün qala qapılarında adam şaqqalarının asılmış görmürdülər. Nə görmürdülər? Adam şaqqalarını görmürdülər. Şah meydanında cəlladların adam şaqqalamalarını, dardan asmalarını və göz çıxarmalarını müşahidə etmirlər. Deməli, əvvəlki vəziyyətdə bizə artıq məlum oldu ki, əvvəl necəymiş. Adamları şaqqalayırmışlar, adamları asırmışlar, göz çıxarırmışlar. Bu əhvalat onlara xeyli qəribə göründü. Əvvəl dedilər, görünür bu padişah çox rəhimli və yumşaq təbiətli adamdır. Birinci belə qiymət verirlər. Sonra onun rəhimli və yumşaq təbiətli olması haqqında mübahisələr başlandı. Bunu süstrəkliyə və zəif məcazlığa yozdular. Bundan əlavə dəxi Yusif Şahda min cür özgəyib tapdılar. O atalar söz var, pis olsa da deyəcəm, deyir, eşək nə bilir, zərpalan nədir? Yəni ki, burada o məsələ, yəni nə dərəcədə atalar sözümün yeri doğru oldu. Yəni burada demək istəyirəm ki, yəni xalqın o qədər acınacaqlı vəziyyətdə saxlanılıb ki, xalqın elə bir ki, mayası qəddarlıqla yoğrulubdur. Yəni onların reallığı bu idi ki, insan döyülməlidir, söyülməlidir, cəzalandırılmalıdır və birdən-birə insan kimi rəftarı görəndə bunu qaldıra bilmirlər. Yəni bunu insan beyni qəbul edə bilmir ki, onların beyni qəbul edə bilmir. Yəni belə olmaz axı, şah dediyin qəddar olar. Məsəl üçün bizim deyirlər, müəllim dediyin qəddar olar, müəllim dediyin qaşqabaqlı olar, müəllim dediyin məsəl üçün zakon qoyar sinifdə. Məsəl üçün elə adamlar var ki, müəllimin uşaqla zarafat eləməyin, deyib gülməyin, onlara səmimi yanaşmağın qəbul eləmirlər də. Deyirlər, elə müəllim olmaz. O yaxşı müəllim deyil, yaxşı müəllim olsa uşaqları döyər, söyər, təhqir eləyər. Yəni, bu o məsələdir. Əvvəldən elə görən yeniliyi qəbul edə bilmir. Vəzifədən çıxarılmış hökumət məmurları xalqın bu növ niyyətindən nəticə çıxararaq onu qənimət bilməyə fürsət fövt etmədilər. Deməli, bunlar kim idi? Bu Miraxur var idi, Topçubaşı vardı, Kəndxuda var idi. Bax, onlardır ki, həmin bu əmirlər xalqın arasında gəzən bu min cür eybi işdir. Bunu fürsət verirlər ki, deməli, bu xırda-xırda söhbətləri xaosa çevirə bilərik.
3-4 günün müddətində bütün nəzərdə tutan adamlar görüşdülər. Hamısı üsyana meyilli və hazırlıq göstərdi. Fitnəkarlar qərara verdilər ki, sübdən padişahlıq sarayını əhatə etsinlər və içəri girib Yusif Şahı taxtdan yerə salıb həlak etsinlər. Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə padişah gətirsinlər, tiksinlər nədir? Buranı diqqətlə oxuyun. Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə padişah tiksinlər. Bu nə nəticəyə gəlməyimizə səbəb olur? Bu o nəticəyə gəlməyimizə səbəb olur ki, bunların məqsədi Şah Abbası geri gətirmək deyildi. Bunların məqsədi ümumiyyətcə Səfəvi nəslindən başqa birini gətirməkdir. Sual düşəcəkdir səbəb-nəticə əlaqəsində və yaxud da başqa doğruluq əlaqəsində. Deyəcək ki, Şah əmirlər üsyan qaldırıb Şah Abbası yenidən taxta gətirmək istəyirdilər. Yanlış. Bu yanlışdır. Çünki onların məqsədi Şah Abbası geri gətirmək deyildi. Ümumiyyətcə Səfəvi nəslindən kimisə gətirmək idi. Qərara alınmış gün sübh çağında hələ padişahlıq sarayının qapıları açılmamış çoxlu süvari və piyada silahlı olaraq onun ətrafını bürüdülər. Yusif Şah əhvalatdan xəbərdar olub buyurdu ki, sarayın qapılarını açmasınlar. Bu halda Yusif Şahın tərəfdarları dəxi xəbərdar olub silahlandılar. Qiyamət bərpa oldu. Axırda Yusif Şahın tərəfdarları məğlub olub, hər kəs bir növ ilə başını mərəkədən qıraq çəkdi, canını qurtardı. Yəni, hərə bir tərəfə qaçır. Fitnəkarlar hücum edib Şah sarayının qapılarını sındırdılar. İçəri daxil olub Yusif Şahı axtardılar, tapmadılar. Yusif Şah itkin oldu. Gün batdı. Hər kəs öz evinə və mənzilinə qayıtdı. Bax, Yusif Şah tapmırlar, itkin olur. Üsyan və qovğa sakit oldu. Sabahsı gün üsyan başçıları təzədən ərkə getdilər. Bax, hadisələr eyni gündə baş vermir. Sual düşə bilər ki, gedirlər, üsyanı başladırlar və gedib Şah Abbas gətirib taxta otururlar həmin gün. Bu da yanlışdır. Çünki həmin gün olmur. Üsyan baş verir, bir gündən sonra gedirlər Əş qalasına. Hara gedirlər, harda qalmışdım? Ərkə getdilər. Sonda Sərdar Zaman xanı, vəzir Mirzə Möhsünü, Müstəfi Mirzə Yəhyanı, Mövlana Camaləddini və Münəccimbaşını həbsdən çıxardılar. Hamısı ayağa durub gəldilər Şah Abbası gizlənən evə, onu oradan çıxarıb Şah sarayına yetirdilər. Taxt tacına əvvəlki kimi malik oldu. Hər iş köhnə qərar üzrə surət tapdı. Güya ki, heç bir hadisə vaqe olmamışdı. Bu ulduzların axmaqlığından mən təəccüb edirəm ki, necə bilməlidirlər İran əhli onları aldadırlar. Belə sadəliklik olurmu ki, ulduzlar özlərini İran əhlinin aldatdırıb, biçarə və təqsirsiz Yusif Sərracı bədbəxt etdilər. Şah Abbası kənara qoyub 40 il sərrası olan cəlladlığına, zülmkarlığına etinasız baxdılar. Şah Abbasın zülmkarlığının alçaq əlaməti bu idi ki, bax, sonraki hadisə haqqında bizə məlumat verir. Bir oğlunu öldürüb, ikisinin dəxi gözünü çıxartdırıb, dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Amma ulduzları da qınamaq olmaz. Ulduzların heç vaxt xəyalından keçməzdi ki, İran əhli onları aldadacaqdır. Həqiqi padişahın əvəzinə suni bir padişah onların sədəməsinin altından salacaqdır. Vallah, bu İngilis tayfası qəribə axmaqdır. Belə xətərli millətlə az qalmışdı, cəngə başlasın. Deməli, sonda nə demək istəyir? İngilislər bir ara İranlarla müharibə eləməyə hazırlaşırmışlar. Yəni, ona nəzərə ki, yəni İngilislər bilmirlər ki, bunlar xətərli millətdir. Sual düşə bilər ki, Mirzə Fətəli Axundov, yəni müəllif, ulduzları qınayır. Onları, məsəl üçün, anlaya bilmir. Doğrudur. Yəni, onları qınayır ki, yəni, siz necə inandınız da, yəni, bu İran milləti. Amma sonra başa deyir ki, hə, siz də başa düşürəm ki, bunlar xətərli millətdə, yəni, bunlara sizin hardan ağlınıza gələ bilərdi ki, bunlar sizi aldada bilər. Yəni, belə. Burada da təhlil hissəsi var. Baxarsınız. İnşallah ki, sizin üçün bir faydası olar izahımın. Çox sağ olun.